Map metodu bir əreyi, bir massivi götürür və onun içindəki bütün elementləri dəyişərək bizə yeni bir ərey, yeni bir massiv qaytarır. Gəlin baxaq necə. Əvvəlcə bir constant yaradıram və bunun adı olacaq qiymətlər. Və bu bir ərey olacaq. Qiymətlər əreyimizin içində qeyd edirəm 40, 60, 80. Və indi bir constant daha yaradıram. Bunun da adı olacaq endirimli qiymətlər. Və bu endirimli qiymətlər bir ərey olacaq və mən istəyirəm ki, o əreyin içində bizə qayıtsın həmin bu qiymətlər əreyinin içindəki qiymətlərin 2 dəfə ucuzlaşmış halı. Bunun üçün mən map metodundan istifadə edəcəm. Burada qeyd edirəm qiymətlər əreyini və map metodunu çağırıram. Və bu bir callback funksiya qəbul edəcək bu şəkildə. İndi mən burada deyirəm ki, sən bu qiymətlər əreyinin içindəki hər bir qiymət üçün get filan əməliyyatı icra elə. Yəni 40 üçün, 60 üçün və 80 üçün bu əməliyyatı icra elə və bizə yeni dəyərləri yeni bir əreyin içində, endirimli qiymətlər əreyinin içində qaytar. Burada gəlirəm və deyirəm, bizə return elə qiymət bölünsün 2-ni. Bu qədər bəsit. İndi gəlin konsola verək qiymətlər əreyini və endirimli qiymətlər əreyini. Görək nə baş verir. Node index.js. Gördüyünüz kimi qiymətlər əreyimiz 40, 60, 80 və endirimli qiymətlərdə hər bir qiymətin 2 dəfə ucuzlaşmış halı qayıtdı. Gəlin bir daha baxaq. Burada deyirəm ki, qiymətlər əreyini götür, map elə, onun içərisindəki hər bir qiymət üçün bizə qaytar qiymətin 2 dəfə ucuzlaşmış halını. Yəni nə edəcək? Gedəcək birinci 40-ı götürəcək, qiymət oldu 40, 2-yə böldü, qaytardı, bura qoydu 20-ni. Sonra 60-ı götürəcək, yenə 2-yə böləcək, sonra 80-i götürəcək, yenə 2-yə böləcək və onları bir əreyin içində bizə qaytaracaq. Bu qədər bəsit. Və biz hətta istəsək, burada return yazmaya da bilərik, çünki burada cəmi bir sətirdir. Ona görə buradan bu curly bracket hissəni yığışdıra bilərəm və burada yaza bilərəm qiymət böl 2-ni. Bu artıq avtomatik olaraq bizə return edəcək endirimli qiymətlər əreyini. Gəlirik, baxırıq. Möhtəşəm. Biz hətta istəsək, bu map metodu ilə qiymətdən əlavə hər bir qiymətin indeksinə də çata bilərik. Burada sadəcə indeks yazmağımız kifayət edir. Yəni biz deyirik ki, sən hər bir qiymət üçün və o qiymətin indeksi üçün filan əməliyyatı icra elə. Məsələn, gələk bura. Burada yenidən curly bracket yaradıram və burada deyirəm ki, hər bir qiymət üçün və onun indeksi üçün indeksi konsola ver və sonra bizə return elə qiymətin 2-yə bölünmüş halını. Gəlin indi konsola verək. Burada nə baş verdi? 0, 1, 2 hər bir qiymətin indeksi bizə qayıdır. Daha sonra qiymətlər əreyimiz konsola çıxır və daha sonra endirimli qiymətlər əreyimiz konsola çıxır. Bu qədər bəsit.